Axşamınız xeyir olsun. Gəlmişəm Ağşəhərdəki filialımıza. Düz havalarımız biraz küləklidir, hələ də biraz sərin keçir, amma ki inşallah 1-2 gün ərzində havalar düzəlməlidir. Yenə də axşam vaxtı bir sərin mehəssə, havada soyuqluq olsa, sizin üçün gəlib bura qəşəng istilik sistemində quraşdırmışıq ki, sizin heç cür istirahətiniz pozulmasın. İkinci növbədə baxıram bəzi səhifələr bizi izləyir. Bəzi səhifələr bizi izləyir. Biz kampaniya çıxardan kimi götürüb o kampaniyaya oxşar bir şey çıxardırlar. Bizim məsəl üçün sizin üçün burada təşkil eləmişik 2 deset, 2 kofe, üstə qəlyan 55 manata. Həmin şeyi bizim qiymətimizdən başqa restoranlar da çıxardıb. Halbuki biz pərakəndə nə satırıqsa sizə ona, kampaniyanın içində də onu veririk. Siz onları oradan pərakəndə alanda bizdən 62, 63, 64 manat pul edirik. Biz bunları opşilikdə hazır 8 manat, 7 manat, 9 manat endirim edib 55 manata verir. Amma ki, pərakəndə nə alırsınızsa, nə ölçüdə alırsınızsa, onu sizə bu qiymətə verib biz. Kimlərsə kimi ölçüdən bir damcı kəsib, kofein stəkan balacalaşdırıb, set çıxardıb sizə vermirik. Nə pərakəndə qiymət alırsınız, kampaniya qiymətinə biz sizin üçün təklif edirik. Ağşəhərdə, inanın ki, bu atmosferdə, bu keyfiyyətdə, bu qiymətdə ikinci bir obyekt tanımaq istəmirəm.